Azerbaycan futbol tarixində ilk dəfə olaraq qrupdan çıxma bacarmış Qarabağ Konfrans Liqasının play-off hələləsində Fransanın Olimpik Marsel klubu ilə qarşılaşır. I'm Leroy George. I'm 35 years old. I played 2 seasons for Karabakh in 2013, 2014, and also season 2014 and 2015. So many times that we already feel that we are a small team in Europe, that they didn't want that Karabakh succeed or that we win some big European teams. Yəni ümumi baxsaq, yəni olan hadisələrə baxsaq, Azərbaycan futbolu üçün təkcə deməzdim Qarabağ üçün, ümumiyyətlə Azərbaycan futbolu üçün çox böyük zərbələr olub. Həmin o haqsız qərarlar. Çox hakim səhvlər olub bizə qarşı və mən onların hamısının təsadüf olduğuna inanmıram. Xüsusilə də biz qrupdan çıxmaq şansımız olduğu məqamlarda baş verdi o səhvlər. This game I remember fresh in my head. I never forget this game. Dekabrın 11-i elə bir tarix idi. Biz o tarixə bəstə belə yazmışdıq. Yəni bizim üçün həddindən artıq emosional bir an idi. I remember, I think Ansi Agoli was dribbling on the side. He get a back pass to Richard Almeida. Amigo, esse momento até hoje não sai da minha cabeça. Que acho que tava 90 mais 3 no extra time. E quando daquela bola eu escorreguei e eu chutei a bola. E vi que ela entrou, minha reação foi de levantar e comemorar com a torcida, que nossa, o estádio tava lindo. Gol olduğu zaman mən yan xətt hakimi ilk gördüm və başımı tutdum ki, ola bilməz də, bu qaldıra bilməz bayraq. O juiz, ele levantou a bandeirinha de impedimento ali, parece que uma sensação, sabe, você tá feliz, ao mesmo tempo você parece que você morreu, sabe, você parou no tempo, tipo, você perde a guerra. Mas é uma sensação única que eu tive, uma oportunidade que aconteceu comigo
Biz bir 20-30 nəfər burada oturub belə hamı əlini belə ağlaya-ağlaya bəzi doluqsa o anı gözləyirdi. Yəni o hətta oyunçular da çıxmamışdı. Məsələn, o Rəşadın emosional bir hərəkətləri vardı, o başa gedir. Biz Rəşada baxıb biz də əsəbləşirdik ki, biz o hakimə nəsə eləmək istəyirdik. Bu günə qədər o peşmançılığını çəkirəm ki, gərək topu əlimə götürüb imkan verməzdim ki, hakim oyunu davam etdirsin. And this was the goal for passing the groups in the Europa League, and they didn't allow it. This is, of course, is injustice. Mas é uma sensação única que eu tive, uma oportunidade que aconteceu comigo, junto com o Karabakh, que era a primeira vez que se a gente ganhasse o jogo a gente passaria para os playoffs, mas... И мы лишились, как сказать, этого десерта. Amma meydandan çıxanda həmin o kimin ki ayağına top dəymişdi futbolçu, Inter müdafiəçisi bizə dedi ki, top mənə dəyib. Mən dedim ki, hakimə denən, o da belə dedi ki, oyun bitib. Biz də yaxınlaşdıq təzən hakimə ki, özü deyir ki, top məndən gedib. O dedi ki, maç bitib. Və oyundan sonra artıq video təkrarlara baxdıqca artıq o hisslər, o artıq duyğular qayıdır ki, hakim bizdən çox şey aldı. The referee had a not so fair decision about not validating a goal, and they played a very good match. They showed to all Europe that their place is in the European football. They were not just guest stars. Много таких мелочей было, и последнее, что было, это игра с Базелем. Почему мы туда поехали? У нас одна цель была, да, мы же игрой поехали туда. Просто у нас свои цели, а у кого-то были другие цели, да. Siz azarkeşləri ola bilsin, kənardan bir epizod görəsiniz, amma biz onu 5 epizodda hiss edirik ki, bu hakim bu günləri bizə qarşı qərəzi var. Rəqibə simpatiyası var. Nə bilim, bilmirəm adını nə qoyum ki, daha ədalətli olsun. I saw the ball that clearly inside. Мяч залетел в ворота на 50 сантиметров. I saw the ball inside, but the referee from the line, he told me he don't like show me that it's goal. So I don't want to take the decision alone. А про ошибку судьи я не хочу говорить. Какой смысл? И так все видели все. Даже президент наш сказал, да, что это он хотел так ошибиться. Он и сделал это. Все. Bilmirəm nə dərəcədə bunlar hamısı təsadüfdür, öz təsadüf deyil. Yəni bir dəfə də təsadüf olardı, rəqibə qarşı bu olardı. Mən deyərdim ki, mən 10 ildə belə bir şey görmədim ki, rəqibə səhvən qırmızı verilsin və yaxud rəqibə səhvən penalti verilsin bizim xeyrimizə. Mən bu şeyləri görmədim. Birdən xəbər gəldi ki, cənab prezident sizi dəvət edin. Axı bizə niyə dəvət edin? Biz keçmədik turu, biz bir şey nail olmadıq. O iclasda oturmuşuq. Cənab prezidentin gözünə baxırıq. Döndü. Dedi ki, mən sizi qalib sayıram. Qalibsiniz dedi. Və buradan qalib ruhuyla çıxacaqsınız. Oyunuza davam edəcəksiniz dedi. Sizi bir daha təbrik edirəm. Qələbə münasibəti ilə mən hesab edirəm ki, siz qələbə qazanmışsınız. Həm dekabrın 11-də, həm ümumiyyətcə Avroligada və yeni qələbələr arzulayıram sizə. İnanın ki, futbolçu vaxtımda bəlkə də mənim ən yaxşı oyunlarım Qarabağa qarşı olub. Mən ilk olaraq Qarabağa qarşı öz rayonumda, Zaqatalada, Daşkında çıxış eləyən vaxtlar oynayırdım. Və həqiqətən bu komandaya qarşı çox həvəslə oynayırdıq. Bilmirəm nədən idi. Amma heç vaxt düşünməzdim ki, həmin vaxtlarda ki, mən bu komandanın gələcəkdə baş məşqçisi olacağam.
O vaxtı baş məşqçimiz çempionatın başlanmağına bir 5 gün kala, 6 gün kala komandayı terk etti. Başka bir komandaya geçti. Ve biz bir arayış içerisindeydik. Sağlam bir komanda başı bulursak bu çetinlikler o halleder. Qarabağa ise özünə sədaqətli, sadece bir sezonluk, 2 sezonluk değil, uzun iller boyu stabil komandanı yönetebilecek bir baş məşqçi lazım idi. Ve Qurban müəllimlə olan görüşümüzde ise hardasa bir yarım saat, 45 dəqiqə sadece bu iş üzrə danıştık. Elimizdeki futbolcuların listesiyle tanış oldu. Vaxtımız azdı, yəni çox narahatlıq var idi. Fikirlərim ancaq çempionata yaxşı başlamaq və çempionatda uğurlu start etmək idi. Qurban hocamı ilk gördüğümde tamamıyla öz intuisiyamla hiss elədim ki, bu doğru insandır. Futbol düşüncələrim demək olar tam fərqli idi. Bunları mən həmən burada icra edə biləcəm, bilməyəcəm. Bunun məqsədi özünə tez bir ad düzəldib çempionluğa oynayan bir insan değil. Baxdım o daha dərin bir insandı. Çox stresli bir dönəm oldu və çox güc sərf elədim. Çox enerji sərf elədim ümumiyyətlə həmin dönəmlərdə. Qurban hoca əyri bir daşın üzərinə bir daş daha qoymaq istəmir. Nəysə dağıtmaq istəyir. Öz dəst xəttini gətirmək istəyir. Mən bildim bu çətin olacaq. Bıraktık ona yani hiç dönüp bakmadık. Neydi o ev. Amma mənlə onu birləşdirən nə idi? Bugün sabah səhər bir qazanc əldə etmək deyil. İkimiz de bir yerde birleşirdik ki biz burada necə bir kulüp yarata bilərik. Kurban Bey geldikten sonra hakikaten hiç çetinliğimiz olmadı. As I didn't have a father, and my father died 92 in the war, he was a really a role model for me 5 years. Смелый, честный, справедливый. Если он сказал слово, можно положиться, что это сделает, выполнит 100%. Вот это такая черта, которая в футболе редко бывает. Como eu sempre falo em todas as entrevistas, ele é um pai, né, para todos nós. Not only about football, about life things, character things, how to be a real man and how to act as a real man. İnanın ki, mənim heç öz ailəmdən belə deyək, ayırmıram bunu. Çünki nə cür mən öz ailəmə qayğı göstərirəmsə, eləcə də bu komandada. Burada mənim məsuliyyətim bəlkə daha çoxdur. Niyə? Bu daima göz qabağındadır. Bunu daima milyonlarla insan izləyir. У него есть своя философия, у нее свои требования. Как говорится, родной выполни, у тебя никогда никаких проблем не будет. Он держит всю команду. Он наш командир, да, который характер sumасшедший. Əgər sənin yanında Qurban Qurbanov kimi bir şəxsiyyət varsa, o tək futboluna getmir söhbət. Həyatda da elədir, məşqdə də elədir, yarış zamanında elədir. Sən heç bir zaman motivasiyadan düşməyəcəksən. O ona imkan verməyəcək. Burada 25, 30, hətta 40 görsən, fərqli düşüncədə olan insanları idarə etməlisən və hamısını da sonda bir nöqtəyə gətirib çıxarmalısan ki, uğurlu nəticə əldə etmək üçün. El entrenador es una caja de sorpresa. Especialidades tiene muchas. Es en el trato. Aquí utiliza mucho la palabra carácter, pero creo que es el trato que él tiene hacia las personas y las personas se adaptarían más fácil a todo lo que él exige. El que no se adapte porque la realidad para jugar fútbol es un poco difícil, ¿no? Que primero que todo él da confianza. We learned a lot from him, from his behavior on the pitch, off the pitch. He teaches us to be real professional, to put in our mind that if we want to have success, we have to work hard, to be disciplined. He have a mentality only for winning and work. Every time you speak, you need to work more, you know. And I know he's like Ferguson, you know, you need to win every game. Nə də etsək futbolun dili birdir.
çox bəsit bir belə deyək element götürmüşəm ki, futbolu yəni topla oynayırlar. Oyunun idarəsi bu topdan asılıdır. Və bu topa sən sahib olmasan, bunu sən hiss etməsən, mümkün deyil ki, sən hansısa bir böyük uğurlar əldə edəsən. Он всегда, например, на тренировке всегда все с мячом работаем. Он хочет, чтобы мы больше атаковали, больше забивали. И он нас всегда настраивает на это. Если ты забьешь один, он хочет, чтобы ты забил два. И я думаю, только так можно двигаться вперед. He's a leader. He knows very, very well Azerbaijani football. He knows very well the players. And I think he has even an international mentality. He's not so narrow-minded. So I think, yes, he's the right man. Qarabağ azarkeşi olmaq həyat tərzimizə təsir edir təbii ki. Yəni çünki həddindən artıq çox vaxt sərf edirik yeri gəndə bu oyuna. Bizim üçün imarətdən, Qarabağdan, bu tribunadan artıq heç nə yoxdur. Yəni yeri gələndə biz hər cür təhlükənin altına girmişik və girəcəyik. Hace parte de la familia, ¿no? Porque al final todos somos una familia y los hinchas de Carabao son muy respetuosos. Animan sus jugadores, animan su club. Mən bir gənc olaraq onu hiss elədim ki, yəni həqiqətən də 12-ci deyə bir şey var. Öz adımdan yəni çox həvəslənirdim və yaxud da ki, necə deyim, onların möhtəşəm dəstəyi adama həqiqətən də güc qüvvət verirdi, stimul idi bizim üçün ki, yəni biz qələbə qazanaq da məğlub olmayaq. Ümumiyyətlə futbolun bəzəyi azarkeşdir. Və azarkeşlə ki, futbolumuzun belə deyək, hətta mən deyərdim özəyidir, futbolumuzun belə deyək gücüdür, qüvvəsidir. Biz artıq yeri gəndə ailəmizi belə düşünmürük. Yəni burada bir ölüm belə varsa, yəni utopik bir məsələdir, amma varsa belə, yəni biz buradayıq onsuz. Yəni oradan qaçan deyilik, oradan heç vaxt qaçmayacaq. Onların stadionda çox olması o ümumiyyətcə atmosferi belə deyək daha da gözəlləşdirir, daha da futbolçularda həvəs, istək daha da çoxalır. Очень много я видел болельщиков за свои 17 лет в Карабахе. Разные. Есть те, которые прям до головокружения болеют нашим клубом. Очень им больно бывает, когда там команда даже пропускает гол. Они доказали уже сколько лет, они на всех играх поддерживают нас. Они молодцы на самом деле. Даже в плохое время, я помню, они всегда были рядом с нами. Большую они роль играют в нашем результатах. Ən maraqlısı da odur ki, nə cür biz bir-birimizə rəqibik, komandalar və azarkeşlər də bir-birinə rəqibdirlər. Və bizim bilmədiyimiz onların arasında müzakirələr var,
mübarizələr var, müharibələr var. Qarabağ bizim üçün bir missiyadır, bir məqsəddir. Əsas missiyamız o idi ki, Qarabağı necə ki, yəni futbolu təmsil edir, Qarabağ bölgəni stadionu təmsil edirsə, biz də imarət olaraq həmin o tarixi reallıqları, həmin o işğal məsələsini və s. məsələləri yəni, azarkeş toplum olaraq bu tribunalardan Avropaya və bütün dünyaya çatdıraq. Biz hər uğurumuzda elə bütün futbolcu ilk olaraq azarkeşlə paylaşırlar. Həmən stadionda birbaşa onların önünə gedirlər, birbaşa onlarla öz sevinclərini paylaşırlar. Və sonunda bizim üzərimizə gəlirlər, biz kənarda qalırıq, belə deyək. Они всегда с нами, они всегда радуются вместе с нами, ведут социальные сети, даже которые мы читаем иногда, даже уже называют там Карабах аиляси, семья Карабах, когда там спокойной ночи, семья Карабах, иногда же я читаю, приятно бывает. Mən həmişə futbolu biraz müqayisədə teatr tamaşasına daha çox bənzədirəm. Yəni ilk dəfə teatra getdiyim vaxtı mən səhnə qapanmamış, mən durub çıxmaq istədim və dostum məni tutdu. Nə edirsən dedi. Dedim səhnə bitdi də biz getməliyik dedi və alqışlar. Və o zaman artıq mən bildim ki, həqiqətən də bizim idman teatrla eyni, belə deyim, aşağı-yuxarı yox, elə eynidir. Çünki səhnədə olan aktyorlar necə ki, səhnə kapandığında alqış istəyirsə, biz də azarkeş istəyirik. Bağırsın, çağırsın, daş atsın, nə bilim, nə istəyir eləsin, amma orada olsun. Burada kimdir qapının arxasında? Tək orada 2 nəfər, qapının arxasında 2 nəfər biz orada. Burada bir nəfərdir. Bir nəfər. Getdin, ged ora. Sənlə biz ora. Sənlə sən. Gedirsiniz o qapının arxasında. 2003-cü ildə Tahir Gözəl bəyin klub rəhbərliyinə gəlməsi ilə bərabər birinci hədəf kimi Tahir bəy bizim qabağımıza uşaq futbolunun inkişafı, gənclərin yetişdirilməsi və yığma komandalara gənc futbolcuların qazandırılması məqsədi qoyulmuşdu. Oyna. 2005-ci ildə yəni uşaq futbolunun inkişaf proqramına görə Türkiyədən yəni tanınmış Həmdi Sərfil Tüzünün dəvət elədilər bura və o gəldi. Burada artıq biz bir neçə qrupamızı da artırdıq. 2005-ci ildə artıq bir yerdə işlədik. O vaxtda da biz uşaqlar yəni seçim elədik. Yəni o vaxtda biz Qaranı, Maksimi, Əfranı, Raufu, yəni o vaxtı o seçimlərdə tapdıq və bu gün də Maksimdir, Qaradır, Azərbaycan futbolunda, Qarabağ futbol klubunda oynayan futbolçulardandır. Да, вот тогда у нас главным тренером был Эльшат Худадатов, который работал с нами, можно так сказать, тянул вот это молодое непослушное поколение во взрослый футбол, чему я очень благодарен, потому что его роль тоже была немалая в моем профессионализме. Вот. И параллельно с ним также у нас работали некоторые турецкие специалисты, которые тоже именно профессионально относились к молодому футболу, так сказать, и благодаря им можно даже назвать там 4-5 выдающихся футболистов для Азербайджана они смогли вырастить. Hal-hazırda da akademiyamızın təməlini oluşturan əsas daşlardan birisi o vaxtı qoyulan təməl prinsiplərdir. Əsas prinsiplərim Qarabağda keçdiyim illər və millidə qazandığım təcrübəni bölüşməkdir təbii ki. Çünki özümdə mənəvi borc bilirəm. Mən öyrəndiklərimi, yığdığım təcrübələri cavan nəslə mütləq götürməliyəm və bizdən öncəki nəsil bunu bizə necə eləyibsə, biz də belə etməliyik. Çalışıb ancaq yəni işimizi məsuliyyətlə görməliyik və yəni bu xalq üçün əgər bizim imkanımız varsa ki, gələcəyə kimlərisə bir 3-5 sağlam bir düşüncəli bir insan yetişdirməyə, yəni biz bundan istifadə etməliyik. Amma buna baxmayaraq mübarizə edirsiniz, vuruşursunuz. Başa düşürsünüzmü? Yəni unutmayın ki, futbolda kim çox hərəkət edirsə, kim ağıllı oynayırsa, mübarizəli olursa, o qalib gəlir. Başa düşürsünüzmü?
На самом деле очень интересная ситуация. Для мирового футбола, так скажем, произошла. Hey, you know, this Marseille game, team want to win this game, and I have chance, and I don't touch this ball for my head, and I make my hand. Qolun ötürməsini əslində mən vermişdim. Yəni hücumda da. Prosto sadəcə mən onu gördüm ki, yəni mən topu verdim də, yəni daha necə vurdu onu görmədim. Çünki yıxıldım yerə. And after this, too much talking. Every player, Marseille player is talking 5 or 10 minutes, I think so. Даже я, находясь на поле, я подумал, что он головой забил, потому что это все так realistiklə выглядело. Futbolda belə bir incəliklər var. Top ələ dəyir, yoxsa sən əllə oynayırsan. Mənim narahat olduğum episod bu idi ki, ola bilər ki, bu həm başına dəyib, həm əlinə dəyib girib normal bir qoldur. Bir də var ki, sən sırf əllə oynayırsan. Mən ona görə çağırdım elə İbrahimi ki, bax mən qərar verməliyəm və çox da ciddi qərar verməliyəm ki, sən topla oynadın, yoxsa top sənin əlinə dəyib. Əgər o desəydi ki, mən şübhəliyəm, mən deyəcəkdim ki, onda qoldur. Bu da gördüm ki, çox narahatdır və dedi ki, top əlimə dəydi. Hətta ikinci dəfə mən Maksimə dedim ki, bir də soruş ondan ki, həqiqətən bu əllə oynadım. I tell him yes. He tell me okay. Dedim mən onda hakimə deyin ki, bəs əllə vurmuşam, əllə oynamışam. Потом уже Ваджи сам пришел, как автор этого гола, и признался, и гол был отменен. Но Ваджи понимает, что людей можно обмануть, Бога не обманешь, как говорится. Плюс еще мы будем смотреть повтор этого эпизода, и как бы он тоже выбрал путь справедливости. İnanın ki, onu deyəndə içimdə həmən ilk olaraq narahatçılıq oldu ki, azarkeşlər bu dəqiqə mənə nə deyəcəklər? Bu boyda azarkeş yığışıb, hamı sevinir və bunların sevincini əllərindən almaq necə olacaq? Amma sonda həmən belə özümə bir inam gəldi ki, mən doğrunu deməyə çalışım və doğrunu deyirəm. Ona görə çəkinmədim. Да, многие негативно отнеслись к этому, но, как говорится, мы любим говорить правду, мы за справедливость. Orada dönüş də yarana bilərdi. Hesab 1-0 oluydu, 1-1 olurdu. Maradona'nın qoluna şahid olmuşuq əllə. Həmin hadisədə Maradona dedi ki, bu Allahın əlidir, mənim əlimdəydi deyə. Amma Qarabağ onu eləmədi. Mən yenə deyirəm, şəxsən baş məşqçi olsaydım, bəlkə də eləyə bilməzdim onu. Açığını deyirəm ki, çünki elə bir atmosferdə, elə bir oyunda növbəti mərhələyə çıxmaq üçün bizə qol lazımdır və həmin anda Qurbanov o qərarı verirsə, çox böyük adamdır. Belə hallarda gərək soyuqqanlı olasan. Düzgünlüyə qərar verəsən. Biz hamımızı alqışlayırıq, yəni Qurban müəllimi alqışlayırıq. Bizim tuttuğumuz yol budur, Qarabağ komandasının tuttuğu yol budur. Ну, поступок Курбан Малима, я думаю, это многого стоит. Это больше, чем выиграть этот матч. Ola bilər nəyisə itirək, amma biz Marseldə qazandıq və çox şey qazandıq. Və onun Avropada o fair play mükafatını alması o təsadüf deyil. O Marsellə oyunla da bağlı deyil. O bu insanın ömrü boyu ədalətli yaşamasının bir mükafatı idi. Yüzillərlə Azərbaycana qarşı ona haqsızlıqlara verilən tək bir cavab idi ki, yəni biz sizin kimi deyilik bu qədər. Biz çıxırıq, oyunumuzu oynayırıq, bacarırıqsa uduruq, bacarmırıqsa da canımız sağ olsun, gəlin oynayıb fikirləşirik. Amma haqsızlıq əsla eləmir. Yo creo que no había visto o no vi nunca esto, no me pasó nunca esto de que alguien tenga sentido del fair play en una competencia tan feroz y aguda y desleal muchas veces, donde uno quiere ganar como sea, porque el contexto del fútbol es así. Y ver personas como el jugador rival o el entrenador, me parece que a veces me hace avergonzar de
de mi sentido competitivo. No es que quiera felicitarlo al entrenador, simplemente lo envidio por tener tanta fortaleza para ser juntos. Karabakh is not anymore a small team in Europe. Everybody know us, everybody know Karabakh, everybody is also afraid of Karabakh. Nobody's happy when they get Karabakh in the European competitions, so we show all of them that they have to respect the team, that they have to respect this group of guys. Sizin oyununuz kurtardı. Bir de çempiyon kurtardı. Beşinci yer olduk. Şimdi son gayet arkamızda oldu. O zaman kapitalda olmadık. Sen mesela üçler oldu. Allah, biz topa vururduk, top kaydı bizim tarafa. 3 dakika ilave edelim. Vur Medina! Vur! Vur! 3 dakika. 5-0. Karabakh galip geldi. Tebrik ederim. It's a story. It's a long story, a sad story. Karabakh is a big family. Everybody support everybody. Karabakh Futbol Klubu bizim için manevi bir kulüp oldu. Ona göre bir kulüpten çok üstte bir şeydir. Мы не просто футбольный клуб, да, мы представляли весь Азербайджан. Но я знаю, что означает за это азербайджанский народ. У нас такая ситуация раньше была в Хорватии, так что я могу понимать, как они это чувствуют и принимаю. Поэтому, что такое имя Карабах, за это я играю. We were fighting not only for be successful as a team, but we were fighting also that everybody know that Karabakh is in Azerbaijan. Bu komanda belə deyək, yəni Azərbaycanın gözüdür. Bu komanda yəni Azərbaycanın belə deyək, o yaralı yerinin belə deyək, yəni bir bəlkə də vacib parçalarından hissəsindən biri idi. Well, this club and their success in Europe, for example, that's really like the symbol for all refugees from the occupied territories of Karabakh, a symbol of hope. Yani diyebilirim bir halkın arzusudur Karabakh. Ve o arzuları gerçekleştirdi.